Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən Kaspi Test Bankının 6-cı fəsli olan İmpuls enerji saxlanma qanunları, mexaniki iş və güc fəslinin 1-dən 50-yə qədər olan testlərin izahını verəcəm. Yəni ilk 50 testin izahını verəcəm. Birinci testdə deyilir. Eyni istiqamətli vektorlar hansılardır? A variantı, sürət və təcil. Biz bilirik ki, sürət və təcil bəli, eyni istiqamətdə yönələ bilər. Amma bu ancaq və ancaq cisim bərabər yeyinləşən hərəkət etdikdə. Bizə lazımdır ki, həmişə eyni istiqamətdə yönələn vektorlar. Deməli, A-da yeyinləşəndə, məsələn, eyni istiqamətdə, yavaşlayanda əks istiqamətdə, amma deyək ki, çevre hərəkətdə isə bir-birinə perpendikulyar istiqamətdə yönəlir. Deməli, A variantı olmaz. B-də deyilir ki, sürət və impuls. Bəli, sürət vektoru ilə impuls vektoru həmişə eyni istiqamətdə yönələcək və doğru cavab elə B variantı olur. C-ni, D-ni, bir də Y variantlarını oxuyaq. İmpuls və qüvvə impulsu, bəli, impuls və qüvvə impulsu həmişə bir-birinə perpendikulyar istiqamətdə yönəlir. Yəni, məsələn, çevre hərəkətdə impuls çevrəyə toxunan, qüvvə impulsu isə çevrənin mərkəzinə, yəni həmişə eyni istiqamətdə yönələ bilir. Eyni şey təcil və impuls vektorları üçün deyə bilərik. Yəni, yeyinləşəndə eyni istiqamətdə, yavaşlayanda əks istiqamətdə, çevre hərəkətdə isə çevrənin mərkəzinə doğru yönəl. İmpuls və qüvvə üçün də eyni şeydir. Yeyinləşəndə eyni istiqamətdə, yavaşlayanda əks və çevre hərəkətdə isə nədir? Perpendikulyar istiqamətdə yönəl. İkinci testdə deyilir. M vurulsun V hasili hansı fiziki cəmiyyət təyin olunur? Yəni, M vurulsun V düsturu ilə hansı fiziki cəmiyyət təyin olunur? Biz bilirik ki, cismin impulsu P bərabərdir. M vurulsun V düsturu ilə hesablanır. Yəni, M vurulsun V düsturu nəyin düsturudur? Cismin impulsu. Doğru cavab hansı variantı olacaq? C variantı. Qüvvə impulsu nədən asılıdır? Biz bilirik ki, qüvvə impulsunun düsturu delta P bərabərdir, F vurulsun delta T'dir. Yəni, yazaq o düsturu. Deməli, delta P bərabər idi, F vurulsun delta T'dir. Bax, bu düsturu biz bilirik. Bəs burada qüvvə impulsu nədən asılıdır soruşduğuna görə biz nə etməliyik? Baxmalı, bir variant. Bir də cismin kütləsində. Görürük ki, burada cismin kütləsindən asılı ola bilməz. Cismin kütləsindən asılsa, gərək ki, F-i parçalayaq, o da M-adır. Yəni, bu da normal vəziyyətdə cismin kütləsindən asılı deyil. Yəni, hansısa şərt daxilində kütlədən asılı ola bilər, amma digər hallarda asılı deyil. Yəni, cismə təsir edən qüvvədən, bəli, qüvvədən necə asılıdır? Düz mütənasib asılıdır. Demək, qüvvədən asılıdır, bir də qüvvənin təsir müddətindən asılıdır. Cismin sürətindən asılı deyil, qüvvənin təsir müddətindən bəli. Bir də nədir? Qüvvənin təsir müddətindən asılı olacaq. Doğru cavab A variantı. 4. Deyir ki, müəyyən hündürlükdən üfüqi istiqamətdə atılmış cismin trayektoriyası göstərilmişdir. Trayektoriyanın A nöqtəsindən cismin impulsu hansı istiqamətdə yönəlir? Biz bilirik ki, cismin impulsu həmişə trayektoriya toxunan istiqamətdə yönəlir. Əgər toxunan bu formadadsa, daha doğrusu trayektoriyamız bu formadadsa, gəlin göstərək trayektoriyanı. Bax, bu formadadsa, deməli, həmin trayektoriya biraz öncə nə dedik? Toxunan istiqamətdə yönəlir. Nöqtə A nöqtəsidir. Bu A nöqtəsindən də toxunan hansı istiqamətdə olacaq? 5 istiqamətdə. Deməli, cismin impulsu hara doğru yönəlir? 5 istiqamət. Amma məsələn, mənə desək ki, qüvvə impulsu və ya impulsun dəyişməsi, biz bilirik də, üfüqə nəzən bucaq altında atılmış cismin hərəkətində və yaxud şaqili yuxarı və ya aşağı atılmış cismin hərəkətlərində cisim aldığı təcil, sərbəst düşmə təcili olur və o da həmişə hara doğru yönəlir? Aşağı doğru yönəlir. Yəni, sərbəst düşmə təcili aşağı. Qüvvə impulsu və impulsun dəyişməsi təcil istiqamətdən yönəldiyindən eyni şey delta P-ni də aşağı yönləndirə bilərik. F delta T-ni, yəni qüvvə impulsunu da hara doğru? Aşağı doğru yönləndirə bilərik. Bilərik yox, daha doğrusu bunlar aşağı doğru yönəlir.
İndi bizdən ancaq impuls soruşduğuna görə nə variant seçəcəyik? B variantı. Deyir ki, müəyyən hündürlükdən üfüqi istiqamətdə cisim atılır. Uçuş müddəti ərzində onun impulsunun dəyişməsi hansı istiqamətdə yönəlir? Biraz öncəki testdə biz müəyyən qədər izah verdik. Dedik ki, əgər bu cismin aldığı təcil aşağı doğru yönəlib və sərbəst düşmə təcili olarsa, onda qüvvə impulsu və ya impulsun dəyişməsi də hara doğru yönələcək? Elə aşağı doğru, yəni təcil istiqamətində yönəlir. Doğru cavab hansı variantı oldu? Əlbəttə, D variantı olacaq. Növbəti 6-cı testdə deyilir. Verilmiş cismin impulsunun onun hərəkət sürətindən asılılıq qrafiki hansıdır? Biz birlikdə verilmiş cismin impulsunun düsturu P bərabər M vurulsun V. Burada verilmiş cisim dediyinə görə bizim M'imiz sabitdir. Onda PV-dən necə asılıdır? Əlbəttə düz mütənasib asılı olacaq. Doğru cavab hansı variantı oldu? Düz asılı olan qrafik 3-cü qrafikdir. Deməli, doğru cavab B variantı olacaq. Gəldik. Topun döşəmə ilə elastiki zərbəsi zamanı onun impulsunun dəyişməsini, modulunu və istiqamətini müəyyən edin. Əgər topun sürətinin modulu bax bu istiqamətdədirsə, onda biz impulsunu yaza bilərik. MV, çünki kütləsi də M-dir. Gəlin bu vektoru 2 toplanana ayıraq, bu 1 toplanan olsun. Buna da deyək digər toplanan olsun. Biz bilirik də çarpaz bucaqlar bir-birinə bərabər. Bura alfadırsa, onda burada nə olacaq? Alfa olacaq. Toplanana, daha doğrusu alfaya bitişik toplanan biz bilirik ki, nə idi? Kosinusu idi. Bura mən MV kosinus alfa deyə bilərəm. Bəs uzaqda qalan nə idi? MV sinus alfa deyə bilərəm. İndi gəldik, ikinci halda yenə toplananlarına ayıraq. Bunu bir toplanan belə olacaq. Yəni, yenə eyni qaydada bura biz bilirik də nədir? MV-dir. Baxın, bura mən MV deyə bilərəm. MV. İndi bir toplananda budur. Bu da digər toplananda. İndi bura mən alfa bucağı deyirəmsə, onda nədir? Qarşılıqlı bir tərəfli bucaqlar bir-birinə bərabər olduğundan burada alfa olacaq. Alfaya bitişik tərəf nə idi? Kosinusu idi. Buna MV kosinus alfa deyə bilərəm. Buna isə MV sinus alfa deyəcəyim. Cismi üfüqi səthə sıxan qüvvənin, daha doğrusu impulsunun hansı toplanandı? Kosinus toplanandı. Deməli, bizim işimiz nə iləndir? Kosinuslandı. Oldu mu? Gəlin biz bir xəyali bir ox çəksək. Burada deyək ki, bu bizim xəyali bir oxumuzdur. Bax, bu xəyali bir oxdur. Xəyali ox olduğundan, onda mən nə deyə bilərəm? Deyək ki, bu başlanğıc impuls, başlanğıc halda olduğuna görə mən bura P1 deyirəmsə, bax, P1 bərabərdir. Nədir? MV kosinus alfa. Buna da deyək P2. Bu da nədir? MV sinus alfa. P1, Y-in, yəni bir xəyali oxun əksinə yönəldiyindən biz buna mənfi deyə bilərik. Baxın, mənfi deyək. Digər nə isə Y-dən eyni istiqamətdə yönəldiyindən, yəni xəyali bir oxla eyni istiqamətdə yönəldiyindən buna da biz nə deyə bilərik? Müsbət deyə bilərik. Yəni, bu P1 istəyirsiniz, bura keçək. Bizə buradakı P lazımdır. Biraz bunu bura sürüşdürək. Deməli, bu da P2-dir. Y-dən eyni istiqamətdə yönəldiyindən, yəni oxla, bu Y oxu ilə eyni istiqamətdə yönəldiyindən biz buna nə deyə bilərik? Müsbət deyə bilərik. Qüvvə impulsu isə impulsun dəyişməsinə bərabərdir. Biz impulsun dəyişməsinin modulunu soruşduğuna görə delta P bərabərdir. Biz belə deyə bilərik. P2 minus P1-dir. Yenə qoyuruq. Delta P bərabərdir. P2 nə idi? MV kosinus alfa minus P1 nə idi? Mənfi MV kosinus alfadır. Mən MV kosinus alfadan mənfisini çıxsam, onda bizə nə verəcək? Mənfisini çıxsam, onda delta P bərabərdir 2 MV kosinus alfa olacaq. Yəni, cavab nədir? Ədədi qiyməti 2 MV kosinus alfaya bərabərdir. Hansı variantda var? Deməli, D variantında var. Bir də C variantında var. Cavab ya D'dir, ya da nədir? C variantı ikisindən biridir. İndi baxaq. Mənə deyir ki, dəyişməsinin istiqaməti hara doğru yönələr və bizdən həm də dəyişməsinin istiqamətini soruşur. Diqqətlə baxırıq.
Bax, fərq nə verdi bizə? Müsbət verdi. Elə deyil. Ya, müsbət verdisə, oxla necə yönələcək? Eyni istiqamətdə yönələcək. Eyni istiqamətdə yönəldiyindən və hara doğru deyəcək? Yuxarı doğru. Doğru cavab hansı variant oldu? D. Əgər burada göstərdiyimiz fərq mənfi versəydi, yəni cavab məsələn mənfi 2mv kosinus alfa tapsaydı, yəni bu y oxunun əksinə yönəlir. Yəni bu y oxu mütləq belə olmalıdır. Biz elə olmalıdır bir şey deyə bilmirik. Y yox, K oxu, Z oxu, L oxu, A oxu, B oxu. Nə istəyirsən deyə. Yəni xəyali bir oxdan istifadə edə bilərsən. Fərq, yəni dəyişim müsbətsə, deməli həmin oxla eyni istiqamətdə yönələcək. Fərq mənfidirsə, həmin oxun əks istiqamətinə yönələcək. Bizim 7-ci testdə isə cavab nədir? D variantı olacaq. 8-ci testdə deyilir. Kök altda Joule vurulsun kiloqram hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Gəlin burada Joule'u açsaq, nə verəcək bizə? Yəni Joule'u açaq. Kök altda kiloqram vurulsun metr kvadrat bölünsün saniyənin kvadratdır. Vurulsun bir də nədir? Kiloqram. Onda kiloqramı kiloqrama vursam, mənə kiloqramın kvadrat qalacaq. Bizə kiloqram vurulsun metr kvadrat bölünsün. Kiloqram kvadrat olsun metr kvadrat bölünsün saniyənin kvadratı olacaq. Burada da açdıqda görürük ki, kiloqram kvadratından 1 kiloqram çıxacaq. Metr kvadratından metr çıxacaq. Saniyə kvadratından isə nədir? Saniyə. Biz bilirik ki, kiloqram vurulsun metr bölünsün saniyə nəyin vahididir? Əlbəttə, impulsun. Doğru cavab E variantı olacaq. Gəldik neçənci testdə? 9-cu testdə. Deyir ki, Joule bölünsün kiloqram hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Açaq. Joule yenə biraz öncə dediyim kimi açırıq. Kiloqram vurulsun metr kvadrat bölünsün saniyənin kvadratı olacaq. Məxrəcdə isə kiloqramdır. Burada kiloqramları ixtisar eləsək, bu kiloqramdan bu kiloqram ixtisar getsə, yekunda bizə qalar kök altda metr kvadrat bölünsün saniyənin kvadratı qalacaq. Metr kvadrat bölünsün saniyə kvadratından da 1 metr bölünsün saniyə çıxacaq. O da nəyin vahidi? Əlbəttə sürətin. Doğru cavab hansı variant oldu? A variantı. Gəldik 10-cu testdə. Deyir ki, Joule vurulsun saniyə bölünsün kiloqram vurulsun metr kvadratı hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Yenə Joule'u açırıq. Kiloqram vurulsun metr kvadrat bölünsün saniyə kvadrat yazırıq. Vurulsun saniyə bölünsün kiloqram vurulsun nə? Metrin kvadrat. Burada kiloqramlar ixtisar getdi. Metr kvadratlar da ixtisar getdi. Saniyələrin biri də getdi ixtisar. Bizə yekunda nə qaldı? 1 bölünsün saniyə qaldı. 1 bölünsün saniyə də əlbəttə nəyin vahididir? Dövrətmə tezliyi. Doğru cavab E variantı olacaq. F vurulsun delta T hasına bərabər olan fiziki cəmiyyət necə adlanır? Əlbəttə F vurulsun delta T hasili bizə qüvvə impulsunu verirdi. Doğru cavab C variantı olacaq. İki cisimdən ibarət sistemin impulsun modulu nəyə bərabərdir? Burada da yenə bir xəyali oxdan istifadə eləyə bilərik. Deyək ki, bu xəyali oxumuz elə X oxu olsun. Baxın, bu X oxudur, özü verir. X-lə eyni istiqamətdə yönələnə biz müsbət deyəcəyik. Əgər kütləsi M, sürəti 3V-dirsə, onda müsbət nə deyəcəm? 3mv, X-lə eyni istiqamətdə yönəldiyini. Bu isə X-in əksinə yönəldiyindən kütləsi nə olacaq? 2m-dir, sürəti 2v-dir. Bura nə deyəcək? Mənfi 4mv demək haqqımız var. İndi bizə toplam impulsu soruşur. Yəni, impulsda vektorial cəmiyyət olduğuna görə vektorial şəkildə toplamalıyıq. Onda P bərabərdir. Neynəyəcək? 3mv-nin üstünə nəyi gəlməliyəm mən? Mənfi 4mv-ni gəlməliyəm. O da bərabərdir. Fikir verin. 3mv-nin üstünə mənfi 4mv gəlsə, mənə mənfi mv qalacaq. Bizdən də modulunu soruşduğuna görə biz bunun müsbətini götürəcəyik. Əlbəttə, o da hansı variant olacaq? B variantı olacaq. Növbət testimiz 13-cü testdir. İki cisimdən ibarət sistemin impulsun modulunu hesablayın. Gəlin, bu deyək ki, bir nöqtədir. Bu nöqtədən sağa doğru yönələn neçə mv-dir? İmpulsun modulu 3mv-dir. Bu nöqtədən aşağıdan yuxarı doğru gələn impulsun modulu isə hara doğru yönələcək? Yuxarı doğru yönələcək. Buna da biz neçə mv deyə bilərik?
4mv deyə bilərik. Məndən soruşur ki, sistemin impulsunun modulu hara doğru, neçə mv-yə bərabər olacaq? Bunlar bir-birinə necə yönəlib? Perpendikulyar istiqamətdə yönəlir. Perpendikulyar istiqamətdə yönəldiyindən yekun impulsun modulunda biz deyək ki, bu formada yönləndirək. Yəni, yekun impulsun modulu belə yönələcək. Buna da P deyək. Yaxşı, biz P-ni tapmaq üçün nə etməliyik? Kök altda P1-in kvadrat perpendikulyar yönəldiyinin hipotenuzdur. Plus P2-nin kvadrat deyə bilərik. P1 deyək ki, 4mv olsun. P2 nə qədər olsun? 3mv olsun. Yerinə qoysaq onda P bərabər kök altda. P1 nə oldu? 4mv'nin kvadratı 16m kvadratı v kvadratı olacaq. Plus P2'də nə deyək? 3mv'dir. Kvadratı 9m kvadratı v kvadratı olacaq. Yekunda bizə nə qaldı? P bərabərdir. Kök altda 16m kvadratı v kvadratı olur. 16'dan 4 çıxacaq. M-lə m kvadratı m v. Deməli nə oldu? 4mv. Doğru cavab hansı variantı oldu? Əlbəttə E variantı olacaq. Növbət testimiz 14-cü testdir. İkinci cisimlə bağlı hesablama sistemində birinci cismin impulsunun qiymət və istiqamətini tapın. Gəlin, ikinci cisimlə bağlı hesablama sistemi deyirsə, təsəvvür edək ki, özümüz ikinci cismin üzərindəyik. İkincinin üzərində durub birincini müşahidə edirik. Yəni, belə təsəvvür edə bilərik. Bir, hansı ox deyək? Bir x oxumuz var. X oxumuzdur. Həmişə demişdim ki, xəyali oxdan istifadə eləyin. İkinci ilə bağlı birincinin hesablama sistemində deyirsə, deməli, biz ikidən daha doğrusu ikinci cisimlə bağlı hesablama sistemi birincinin hərəkət lazımdırsa, birdən ikini çıxmalıyıq. Bunun impulsu x-lə eyni istiqamətdə yönəldiyindən, yəni xəyali oxla eyni istiqamətdə yönəldiyindən müsbət mv deyə bilərik. Bunun impulsu da eyni istiqamətdə yönəldiyindən, buna da müsbət kütləsi m-də 4v-də olacaq 4mv. Yaxşı, bəs bizdən nəyi soruşur? Birincidən nəyi çıxmalıyıq? İkincini çıxmalıyıq. Bizə birincinin hərəkəti maraqlıdır. P1, 2 deyə bilərik. Onda nə olacaq? P1 minus P2. P1 nə qədərdir? 4mv-dir. P1, 2, daha doğrusu mv-dir. mv-də mən 4mv-ni çıxsa, mənə qalacaq mənfi 3mv. Gördünüz, bax, fərq mənfi verdi. Deməli, x oxun əksinə olacaq. Hərəkət x oxun əksinə neçə mv? 3mv olacaq. Varmı elə variant? Doğru cavab əlbəttə hansı variant oldu? C variantı olacaq. 14-də C variantı. Gəldik, növbət testimiz 15-ci testdir. Birinci cisimlə bağlı hesablama sistemində ikinci cismin impulsun qiymət və istiqamətini müəyyən edin. Yenə, mənə maraqlı olan ikinci cisimdir. Amma müşahidə nöqtəm hansıdır? Birinci cisimdir. İndi baxırıq, burada neçədir? Bir xəyali oxu yenə göstərək burada. Buna biz deyək, nə olsun? X oxu deyək. X-ən eyni istiqamətdən yönəldiyindən mən buna nə deyə bilərəm? Birinci cisim oldan P1 bərabərdir mv deyərəm. Müsbətdir, yəni müsbət olacaq bura. X-dən əks istiqamətdən yönəldiyindən bu nə deyəcəm? P2 bərabərdir. Mənfi neçə mv deyə bilərik? 4mv. Çünki sürəti nədir? Sürəti 4v-dir, kütləsi isə m-dir. Onda 4mv deyə bilərik. Bizdən soruşur ki, ikinci cismin hərəkəti maraqlı olduğundan bizə, yəni bu maraqlı olduğundan mən 2-dən nəyi çıxmalıyam? 1. Onda P impulsun modulu P2 1 deyək, bərabərdir. P2 minus P1 fərqi olmalıdır. Onda P2 1 bərabər. P2 nə qədərdir? Mənfi 4mv-dən. Mən çıxmalıyam mv-ni. Bizə nə qalacaq? P2 1 bərabər mənfi 5mv qalacaq. Fikir ver, mənfidirsə demişdik ki, nədir? X-dən əksdir, müsbətdirsə X-dən eynidir. Mənfi olduğuna görə X sağadsa bizim yekun impulsumuz, yəni 2, 1 hara doğru olacaq? Sola doğru, amma 5mv doğru cavab hansı variantı olacaq 15-də? B variantı olacaq. Növbət testimiz 16-cı test. Eyni müddət ərzində cisimlərin impulslarının dəyişmələrinin modullarını müqayisə edin. Biz bilirik ki, burada qüvvəyə diqqət edək. Əgər qüvvə sabitdirsə, bax, yazıram bura. F bərabərdir konstantdırsa. Bax, F bərabər konstantdırsa. Bizim impulsun dəyişməsi, yəni delta P
kütlədən asılı deyil. Yəni cisimlərin kütləsindən asılı deyil. Yəni bura bir şeyə diqqətdə saxla. Qüvvə hər birini F ilə dağıtıramsa, da artıq mənə buradakı M o qədər də önəmli olmalı deyil. Yəni maraqlı deyil oradakı. Onda deməli bunların impulsların modulları bir-birinə nə imiş? Bərabər imiş. Doğru cavab hansı variant olacaq? E variantı olur. Deməli 16-da E variantı olacaq. Növbəti testimiz 17-ci testdir. Eyni müddət ərzində cisimlərin impulslarının dəyişmələrinin modullarını müqayisə edin. Yenə buradakı F-lərə fikir veririk. F-lər nədir? Bir-birindən fərqlidir. Deməli, artıq da biz diqqət eləməliyik. F-dir, digər nədir? 2F-dir. Yenə M-lərə fikir vermirik. M bizə maraqlı deyil. Delta P-nin düsturunu bilirəm. Nə idi? F vurulsun delta T-dir. Və zaman fasilələri bərabər olduğundan bundan işim yoxdur. Onda delta P F-lə necə asılıdır? Düzüm transformasıdır. Delta P1 bölünsün delta P2 bərabərdir. Nəyə deyə bilərik? F1 bölünsün F2. F1'imiz F'dir, F2'miz 2F'dir. Burada F'lər getdi, ixtisar 1 bölünsün 2 qaldı. Yaxşı, onda mən deyə bilərəm delta P2 bərabərdir. 2 dənə delta P1'ə. 2 delta P1. Var ilə variant delta P2 bərabər 2 delta P1. Doğru cavab hansı variant olacaq? D variantı. Növbəti testimiz deyəsən 18-ci testdir. Eyni impulsa malik olan cisimlərin hərəkət sürətləri arasında hansı münasibət doğrudur? P-nin düsturunu mən bilirəm. P bərabər mv'dir. Modulca yazdıq. Əgər impuls eynidirsə, kütlə sürətlə necə asılıdır? Əlbəttə, kütlə sürətlə tərs, üzr istəyirəm, sürət kütlə ilə necə asılıdır? Tərs asılır. Onda mən nə deyə bilərəm? V1 bölünsün V2 bərabərdir. M2 bölünsün M1. M2 neçə M-dir? 4M-dir. M1 nə qədərdir? M bölünsün 2-dir. Burada M-ləri ixtisar edə bilərik, 8 qalacaq. Onda mən deyə bilərəmmi? V1 bərabər 8 dənə V2. Doğru cavab hansı variant oldu? A variantı olacaq. Deməli 18-də A variantı olur. Növbət testimiz 19-cu testdir. Üfüqlə müəyyən bucaq altında atılmış cisimlərdə 1, 2 və 3 nöqtələrində cismin impulsunun üfüqi toplananlarını müqayisə edin. Biz bilirik ki, üfüqin nəzərin bucaq altında atılmış hərəkətdə sürətin üfüqi toplananı, yəni Vx həmişə konstant olduğundan, onda impulsunda üfüqi toplananı eyni bir cisimlə söhbət getdiyindən mən nə deyəcəm? Px də nədir? Konstant olacaq. Yəni üfüqi toplananları sabit olacaq. Üfüqi toplanan sabit olduğundan o da doğru cavab olaraq hansı variantı götürə bilərik? C variantı. Üfüqlə bucaq altında cisim atılmışdır. Trayektoriyanın 1, 2 və 3 nöqtələrində cisimlərin impulsunun şaquli toplananını müəyyən edin. Biz üfüqə nəzərən bucaq altında atılmış cismin hərəkətinə bilirik. Eyni səviyyədə olan nöqtələrin sürətləri şaquli toplananları bir-birinə bərabərdir. Baxırıq. Burada nə edəcəyik? P1 bərabərdir. Yəni V1 bərabərdir şaquli toplanan olaraq. Vy1 deyək, bərabərdir. Vy nəyə? 2. Onda P1y bərabərdir. P2y deyə bilərik. Bu belə. İndi bu hissədə, bax, bu hissədə cisim yeyinləşən hərəkət edir. Deməli, yeyinləşən hərəkət elədiyinə görə trayektorun 2 nöqtəsindən 3 nöqtəsinə keçdikdə daha uzaq məsafədə yol getdiyindən demək sürəti də nədir? Daha böyük olacaq. Onda mən nə deyə bilərəm? P2 P1-ə bərabərdir. Yəni y toplanana bərabərdir. Amma 3 bunlardan nə olacaq? P3 y bunlardan böyük olacaq. Baxaq görə elə variant varmı burada? 1 2-yə bərabərdir. 3 isə onlardan böyükdür. Doğru cavab hansı variantı oldu? B. Amma bir şeyə diqqət edək. İstiqamətlərə də baxsaq daha yaxşı olar. Niyə? Məsələn, bu nöqtədə impulsun modulu belə yönələcək. İstiqamət şaquli toplananı. Deməli, burada Py1-i mən müsbət deyə bilərəm. Amma bu nöqtədən 2 nöqtəsinə hara doğru yönəlir? Aşağı doğru yönəlir. Mən buna nə deyə bilərəm? Py nə? 2. Mənfi olacaq. Py1 bərabərdir mənfi Py2-yə. Bu söhbət yoxdur. Bəs bu nöqtədən hara doğru? 3 nöqtəsindən də bura doğru yönələcək. Deməli, nədir? Y-in əksinə yönəldiyindən buradan da biz nə deyə bilərik? Burada da mənfi olacaq, amma
nədən böyükdür? 1 2-nin bərabərliyindən böyük olacaq. Doğru cavab onda hansı variantı oldu? D variantı olacaq. 20-də D variantı olur. Çünki bizdən Y-i nəzərə almalıyıq. Yəni impuls Y-lə eyni istiqamətdədirsə müsbət, əks istiqamətdədirsə mənfi olacaq. Cismin impulsunun proyeksiyasının zamana asılıq qrafiki verilmişdir. Hansı kəmiyyət ədədi qiyməti alfa bucağının tangensinə bərabərdir? Bunu belə birləşdiririk. Bura P deyirsə, burada T'dir. Biz bilirik də. P bölünsün, yəni qarşıdakı katenin bitişik katedən nisbəti bizə tangens alfa verir. P bölünsün T də nə verirdi? Əlbəttə, delta P verə bilər və yaxud da qüvvə impulsunu verə bilər. Baxaq görək. Cismin kütləsini təyin edə bilmərik. Bu getdi. Cismin sürətini təyin edə bilmərik. Cismin təcəllini təyin edə bilmərik. Kinetik enerji təyin edə bilən. Cismə təsir edən qüvvənin proyeksiyasını təyin edə bilərik. Bəli. Yəni, çünki bizim düsturumuz delta P bərabərdir. Nə idi? F vurulsun delta T idi. Buradan da delta P'də başlanğıc impuls 0 olduğundan biz nə deyəcək? P bərabərdir F vurulsun delta T olacaq. Buradan da F bərabər delta, daha doğrusu F bölünsün, da P bölünsün delta T olacaq. Buradan da P bölünsün delta T zaten tangens alfa və həmin bucağın tangensi də nədir? Qüvvənin proyeksiyasının doğru cavab hansı variantı oldu? E variantı olacaq. Növbəti test 22-ci testdir. Cismin impulsun proyeksiyasının zaman qrafiki verilmişdir. Ona təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zaman qrafiki hansıdır? Baxaq, bu hissədə cisim Y oxunun əksinə yavaş-yavaş hərəkət edib və Fx deyək, birbaşa F-lə gedək. Fx nədir? Sıfırdan böyükdür. İkinci hissədə isə Y oxunun əksinə yeniləşən hərəkət edib. Burada isə Fx sıfırdan nədir? Kiçik olacaq. Fx sıfırdan kiçik. Biz bilirik ki, yeniləşən və ya yavaşlayan hərəkətdə F özü qiymət və istiqamətcə sabit olduğundan burada proyeksiyası müsbət sabitdir. Burada isə də nədir? Mənfi sabit. Müsbət və mənfi sabit olan variant varmı? Doğru cavab hansı variant olacaq? B variantı olur. Cismə təsir edən qüvvələrin proyeksiyası zaman qrafiki verilmişdir. Onun impulsunun proyeksiyasını, zaman qrafikini göstərin. Biz bir ki, qüvvə sabitdir. Qüvvə sabitsə hərəkət ya yeniləşən hərəkət olacaq, ya da nədir? Yavaşlayan hərəkət olacaq. Deyəsən, burada iki hissəli qrafik olmalıdır səhv eləmirsə. Deyəsən, orada nəsə düşməyib. Yox, elə bir hissəlidir. Buradan görsənir ki, Fx sıfırdan kiçikdir. Onda nədir? Ax da sıfırdan kiçik olacaq. Hərəkət ya x ox istiqamətində bərabər yavaşlandır, ya da x oxunun əksinə bərabər yeniləşəndir. Bax, A-da x ox istiqaməti bərabər yeniləşəndir, B-də 2 hərəkətdir. Bu olmaz. C-də nə deyəcəyik? C-də də, bax, C-də də, bax, birinci hissədə x oxunun əksinə yavaşlandır, amma burada Ax sıfırdan nədir? Böyük olacaq. Bu da olmaz. Bizə birincisi də Ax sıfırdan kiçik olan yer lazımdır. Elə doğru cavab hansı variant olacaq? D variant. Niyə? Birinci hissədə x ox istiqamətində yavaşlayan olduğundan burada Ax sıfırdan kiçikdir. Eyni qaydada Fx də sıfırdan kiçik olacaq. İkinci hissədə isə x oxunun əksinə yeniləşən hərəkət olduğundan burada Ax sıfırdan kiçik olacaq. Elə deyil. Onda Fx də sıfırdan nədir? Kiçik olacaq. Düz dedik, bəli. Bizə də Fx-in sıfırdan kiçik olan yerə lazım. Elə ikisi də D variantında oldu. Gəldi 24. Cismin impulsunun proyeksiyasının zaman qrafiki verilmişdir. Qrafikin 1, 2 və 3 nöqtələrində cismə təsir edən, daha doğrusu 3 hissələrində cismə təsir edən qüvvənin əvəzləyicisinin proyeksiyasını müqayisə edin. Baxırıq. Biraz öncə nə dedik? Qüvvə nəyə bərabərdir? Tangens alfaya bərabərdir. Baxaq. Biz bucaqla gedəcəyik. Bax, burada qrafikin bucağına baxırıq. Bax, bura. Alfa. Burada zaten alfa sıfıra bərabərdir. Bir də bura baxırıq.
Burada alfa, beta deyək. Başqa bir bucaq deyək. Beta. İndi qüvvələrin ən böyük qiyməti soruşur. Yəni qüvvə ən böyükdür deyir. Tangens bucağı ilə getdiyimizə görə bucağın böyük qiymətinə qüvvənin modulca böyük düşəcək. Kiçik qiymətlə isə qüvvənin nədir? Modulca kiçik düşəcək. Bu alfa təbii ki, betadan nədir? Daha böyük bir bucaqdır. Elə deyilmi? Daha böyük bucaq olduğuna görə mən f1x böyükdür nədən? f2x deyə bilirəm. İkincisi də isə impuls sabit olduğundan qüvvə nəyə bərabərdir? F3 deyək buna. Qüvvə nəyə bərabərdir? F2x 0-a bərabər. Çünki bərabər şərtlər hərəkətdə 0. Elə doğru cavab hansı variantı oldu? A variantı olacaq. 25. Sərbəst düşən cismin impulsun modulunun zaman qrafiki verilmişdir. Həmin qrafik əsasən hansı fiziki kəmiyyətləri təyin etmək olar? Bax, biz bilirik də, P-nin T-dən asılı qrafikində grafikin altdan yan bucağın tangensi alfa bərabərdir F-dir. Qüvvəyə bərabər. Demək, qüvvəni, ağırlıq qüvvəsini təyin edə bilərik. Əgər J varsa, sərbəstləşmə təcili kütləni də təyin edə bilərik, amma bizə elə bir şərt demir. Düşmə hündürlüyünü təyin edə bilmirik. Elə yalnız və yalnız biri təyin edə bilərik. Yəni, o da doğru cavab olaraq hansı variant? Sərbəst düşən cismin impulsun modulunun zaman qrafiki verilmişdir. Həmin qrafik əsasən hansı fiziki kəmiyyətləri təyin etmək olar? Qüvvəni təyin edə bilərik, amma kütləni biraz öncə dediyim kimi gərək ki, burada verilsin ki, J bərabərdir 10 metr bölünsün saniyə kvadratıdır. Onda kütləni də təyin edə bilərik. Amma düşmə müddətini, düşmə hündürlüyünü təyin edə bilərikmi? Düşmə hündürlüyünü təyin eləyə bilmərik düşünürəm. %25'də əslində h bərabərdir gt kvadrat bölünsün ki, zamanı bilirik. J'ni də biliriksə, h bərabər nə idi? Gt kvadrat bölünsün 2-dir. J'ni əgər bizə 10 veribsə, indi məsələn şərtinə əsasən biz ancaq qüvvəni təyin edə bilən. Yalnız 1 olmalıdır cavab. Bax, yalnız 1. Amma bunun üçünü də götürmək üçün, gərək ki, J'nin 10 olduğunu göstərsin. J var, T də zaten verib, hündürlüyü ölçə bilərik. Bir də yenə dediyim kimi, buradan F-i tangens alfaya bərabər dedik də. Bunda yəni F-in də yenə mc qoysa sərbəst düşən cisim üçün tangens alfa olacaq. M bərabər tangens alfa bölünsün nədir? Belə deyə bilər, J. J məlum, tangens bucağı da məlum. Onda bəli, kütləni də təyin edə bilər. Amma bu halda yalnız biri təyin edə bilər. Yalnız biri ola bilər. Yəni, düzdür, səhvərimsə arxada Y variantı verilib, amma şərtə görə Y variantı olmaz. Gəldik, cismə təsir edən qüvvənin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Gizlənmiş üçbucağın sahəsi ədədi qiymətcə nəyə bərabərdir? Biz bilirik ki, F-in T-dən asılı qrafikində qrafikin altdan yana fiqurun sahəsi impulsun dəyişməsinə bərabərdir. Cismin sürətinin modulunun, impulsun modulunun asılı qrafiki verilmişdir. Gizlənmiş üçbucağın sahəsi ədədi qiymətcə hansı fiziki kəmiyyətə bərabərdir? Mən bu sahəni tapsam, bax buradakı sahəni tapsam, PV bölünsün 2 olmuş olacaq. O da bizə kinetik enerjini verəcək. Var mı elə variant? Cismin kinetik enerjisi doğru cavab hansı variantı oldu? D variantı olacaq. Növbəti testimiz deməli 28-ci testdir. P-nin V-dən asılı qrafikində biz bilirik də P V-dən deyək ki, necə asılıdır? Düz mütənsib asılıdır. Fikir verin. P-nin V-dən asılı, düz asılıdır. V deyək buna. Bunu bucaq şəklində göstərir. Bura P-dir, burada nədir? V-dir. Burada alfa deyək. P bölünsün V biz bilirik ki, P bölünsün V kütləni verir, M-i.
Amma P bölünsün V qarşı katenin bitişik katedən nisbəti olduğuna görə onda həm də nədir? Tangens alfadır. Və M tangens alfaya bərabərdir. Burada alfa deyək, burada da nə deyək? Beta. Burada da beta. Alfa daha böyükdür, yoxsa beta? Əlbəttə beta daha böyükdür. Beta böyük olduğuna görə M2 bərabərdir M3-ə deyə bilər. O da böyükdür nədən? M1-dən. 3-dən 2 bərabər, 1 onlardan nə olacaq? Böyük olacaq. Doğru cavab hansı variant oldu? 28-də A var, deməli 2 3-ə bərabər, amma birdən böyük C variantı deyə bilər. Burada bir şey diqqətlə qaçırdıq. Bir şey diqqətlə qaçırdıq. Cisimlər deyir də, ayrı-ayrı cisimlər olduğuna görə ikinci ilə üçüncünü deyə bilmərik. Bax, gəlin bəlkə belə eləyək. Bax, belə, bir də belə. Üçün bucağı daha böyük olduğuna görə kütləsi nə olacaq? Böyük. M3 böyükdür M2-dən. O da böyükdür nədən? M1-dən. Bura diqqət edək. Doğru cavab elə B variantı olacaq. Deməli, 28-də B variantı. Eyni şey bunun üçün də deyə bilərik. V-nin nədən asılı verilir? P-dən asılı verilir. M soruşur. M bərabər P bölünsün V-dir. Amma burada bucağı bir tamamlasaq, bax belə. V-nin nədən asılı? P-dən asılı. Burada bucağımızın tangensi nə verirdi? M verirdi. Daha doğrusu kotangensi burada M olacaq. Bura P deyək. Burada nə deyək? V. Bitişik katetin qarşı katedə nisbətdir. Onda M bu qrafikdə kotangens alfaya bərabər olacaq. İndi diqqətlə baxsaq, burada yenə şüalar göndərsək, bax, 2 ilə 1 eyni xəttin üzərində olduğuna görə demək kütlələri bərabər olacaq. Amma 3-də nədir? Onlardan bucaq olaraq daha balacadır. Belə, burada nədir? Belə. Bucaq böyük olan yerdə, tangens bucaq böyük olduqda qiyməti azaldığından, demək, bucağın böyüyünə kotangensin nəyi düşəcək? Kiçiyi düşəcək. Onda mən nə deyəcəm? M 2 bərabərdir M3-ə, amma nədir? Böyükdür nədən? M1-dən. M2 yox. Burada yenə dediyim kimi biraz diqqətli olaq. 1 ilə 2 bərabərdir də, elə deyin. Onda mən deyə bilərəmmi? M3 böyükdür M1 və M2-nin bərabərliyindən var. M3 böyükdür M1 və M2-nin bərabərliyindən doğru cavab hansı variantı oldu? C variantı olacaq. Cismə təsir edən qüvvənin proyeksiyasının zamandan asılı qrafik verilmiş. 10 saniyə ərzində cismin impulsu necə dəyişmişdir? Fiqurun altında yaranan sahədir və o sahəni biz hesablasaq, bizə verəcək -200 bölünsün neçəyə? 2-yə. Yəni, -100 kilogram vurulsun, metr bölünsün nədir? Saniyə olacaq. Yəni, impulsun dəyişməsi -100-ə bərabər. Mənfi olması nə deməkdir? Azalma deməkdir. -100 kilogram, daha doğrusu 100 kilogram vurulsun, metr bölünsün saniyə olaraq nə edəcək? Azalacaq. O da hansı variantı oldu? A variantı olur. 30-da A variantı. Bəli. Davam eləyək. Növbət testimiz 31-ci test. Plastin kürələr toqquşaraq birləşsə, bu qeyri-elastik toqquşmadır. Eyni istiqamətdə olduğundan V eşitlik bərabərdir. M1 V1 plus nədir? M2 V2 bölünsün. M1 plus M2-dir düsturumuz. M1 V1-imiz bizə 3MV verəcək. 3MV plus M2 V2 MV verəcək. Bölünsün. M1 M2 cəmi 2M verəcək. 4MV bölünsün 2M. Bu M'lər getdi. İxtisar bizə nə qaldı? 2V. 2V sürəti ilə böyüyün istiqaməti, yəni sağa doğru olacaq. Hər iki sağa doğru hərəkət etdiyini 2V sürəti ilə sağa doğru yönələcək. Doğru cavab hansı variant oldu? D variantı. 32. Mütləq qeyri-elastik zərbədən sonra plastin kürələr, baxaq. Toqquşmadan sonra sürətin düsturunu mən bilirəm. Nə idi? Modulda əks istiqamətə yönəldinə M1V1 minus
M2 V2 bölünsün M1 plus M2'dir. Yerinə qoyaq. V eşitlik bərabərdir. Modulda M1 V1 2MV M2 V2 nə qədərdir? Bu da 2MV'dir. Aha. Bölünsün M1 plus M2. Yəni 3M olacaq. Baxırıq. Fərq 0 verəcək. Bax, burada cavab nədir? 0. Deməli, nə edəcək? Dayanacaq. Doğru cavab E variantı olur 32-də. Davam edək. Növbəti 33-dür. Mütləq qeyri-elastiki zərbədən sonra kürələr yerə nəzər sürətdə olur. Deməli, dayanır. Kürələrin hərəkət sürətlərinin modulları nisbətini tapın. Dayanır deyilsə və əks istiqamətdədirsə V eşitlik bərabərdir 0 olacaq. Bəs V eşitliyi necə hesablayırıq? Modulda M1 V1 minus nədir? M2 V2 bölünsün M1 plus nədir? M2'dir. Bax, bu bizim düsturumuzdur. Bunda 0 bərabərdir M1 V1. Baxaq görək. M1'imiz nə qədərdir? MV'dir. V1'imiz isə 3MV'dir. Bunların V'ləri arasında da elə V'lərin arasındakı münasibəti soruşur. Bura nə olacaq? Mən modulun böyüyündən kiçiyini çıxaq. 3MV2 minus MV1 bölünsün M1 plus M2 M plus 3M olacaq. Məxrəc 4M oldu. 0'a vursam 0 olacaq. 3MV2 bərabərdir MV1'ə. Burada bunlar getdi ixtisar. Bizdən V1 bölünsün V2 bərabər nə verəcək? 3'ə bərabər olacaq. Doğru cavab hansı variantı oldu? B variantı olacaq 33'də. Gəldik 34. Mütləq qeyri-elastiki zərbədən sonra kürələr V sürəti ilə sol tərəfə doğru hərəkət edir. Aha, deməli, bunların istiqaməti toqquşmadan sonra hara doğrudur? Sola doğru. Deməli, V eşitlik sola doğru. Deməli, sağdakı cismin impulsu daha böyükmüş. Bizdən M2 bölünsün M1 nisbətini tapın deyir. Tapaq. Tapırıqsa V bərabərdir. Toqquşmadan sonra sürət verib zaten. Mən böyüyündən kiçiyini çıxmalıyım. 2M 2V minus M 4M 4 olmalıdır. Burada 4 yazmağı unutmayaq. 4M 1V bölünsün M1 plus M2. M1 plus nə dedi? M2. Onda burada bizə verəcək V'ləri hamısından atsaq M1 plus M2 bərabərdir 2M2 minus 4M1 olacaq. Yaxşı, bura M2'ləri bir tərəfə yığsaq 5M2 bərabərdir. M1'ləri də bir tərəfə yığsaq. Bunu 5M1 deyək. Bərabərdir. Bunu bir tərəfə atsaq M2. Bizdən də M2 bölünsün M1 nisbətini soruşur. 5M1 bölünsün M1 olacaq. Bunlar getdi ixtisar. Bizə neçə verdi? 5 verdi. 34'də 5 olan variant doğru cavab hansı variant oldu? E variantı. Kütləsi M və 3M olan iki kürəcic elastiki yayla bir-birinə bağlanmışdır. Yayı sıxan sapı kəsdikdə kürəciklərin aldığı impulsların P2 bölünsün P1 və sürətlərinin V2 bölünsün V1 nisbəti nəyə bərabər? İmpulsun saxlama qanunu olduğuna görə P1 bərabər P2 olacaq. Çünki bu tipli yay məsələlərində, yay yük məsələlərində impulsun saxlama qanunu ödənir, yəni impuls sabitdir. P1'in P2'yə nisbəti 1 olacaq. Cavab ya B'dir ya da C'dir. İkisindən biridir. Bəs P1 P2'yə bərabər sonunda mən demək haqqım varmı? M1 V1 bərabərdir M2 nəyə? V2'yə. M1'imiz M'dir, V1 bərabərdir. M2'miz 3M'dir, vurulsun nədir? V2. Bu M'ləri ixtisar eləsək, bizdən də V2 bölünsün V1 nisbəti nə verəcək? 1 bölünsün 3 verəcək. Deməli, 1 bölünsün 3'dür. O da doğru cavab hansı variantı oldu? Əlbəttə, C variantı olacaq. 35'də C variantı olur. Gəldik 36. Deyir ki, kütləsi
20 qram olan güllə divarı deşib keçir. Güllə təsir edən qüvvə impulsun qiymət və istiqamətini müəyyən edin. İndi baxırıq, bax, bura bir xəyali bir ox. Ümumiyyətlə, impuls məsələlərində xəyali ox çox işə yarayır. Bir X oxusun. İndi bax, başlanğıc impulsunu mən nə deyə bilərəm? P1. Nə deyə bilərəm? 800 metr/saniyəni 20 qramda 0,2 kiloqram eləyir. %2-ni 800-ə vursam, mənə nə verəcək? 16 kiloqram vurulsun, metr/saniyə verəcək. Və bu nədir? Müsbətdir, çünki y-lə eyni istiqamətdədir. Bax, bunu tapsaq. P2 tapsaq, bu da müsbətdir, çünki çıxdıqdan sonra y-lə eyni istiqamətdə hərəkət edir. Yaxşı, 200-ü mən vurmalıyam 0,2-yə. Bu da 4 kiloqram vurulsun, metr/saniyə nə olacaq? Kiloqram vurulsun, metr/saniyə olacaq. Yaxşı, bunu bildik. Bizdən impulsu, qüvvə impulsu nəyə bərabər idi? F vurulsun delta T bərabər idi delta P-yə. Yəni, F vurulsun delta T bərabərdir P2 minus P1-ə. Onda F vurulsun delta T-ni biz yazsaq, bərabərdir. P2 neçədir? 4-dür. Bəs P1 nə qədərdir? Bu da 16-dır. Bizə 4-dən 16 çıxsa mənə nə verəcək? -12 Newton vurulsun saniyə verəcək. Mənfi vericisi deməli X oxunun əksinə yönəlib. X ox sağadsa, bu hara doğru yönələcək? Sola doğru, doğru cavab hansı variantı oldu? B variantı olacaq. İmpulsun proyeksiyası zaman qrafikinə əsasən cismə təsir edən qüvvələrin əvəzləyicisinin qiymət və istiqamətini müəyyən edin. Baxın, yenə burada y oxunun əksinə yavaşyandır. Biz baxırıq ki, delta P bərabər nə idi? F vurulsun delta T idi. Buradan da bizdən F vurulsun delta T hasilini, əvəzləyicisinin qiymət və istiqamətini tapın deyir, yerinə qoyaq. Delta P-ni sondan mən başlanğıcı çıxmalıyam. 15-dən çıxıram 45-i bərabər. F vurulsun delta T də 15-dir. 15 F bərabərdir -30-a. F də bərabərdir -2 Newton olacaq. -2-dir və X oxunun nədir? Əksi istiqamət. Çünki mənfi olduğundan. X oxunun əksi istiqamətində 2 Newton. Doğru cavab hansı variant oldu? D variant. Kütləsi 2M olan 2 pilləli raket V sürəti ilə hərəkət edir. Onda M kütləli ikinci pillə ayrılır və yerə nəzərən V sürəti ilə əvvəlkinin əks istiqamətində hərəkət edir. Baxın, bu 2 pilləli raketdir. Bir xəyali yenə X oxu götürdük. Əgər birinci pillə kütləsi M olan hara doğru? Kütləsi 2M olan deyil, 2 pilləli. M olan sağa doğru. Bunun impulsu sağa doğru hərəkət edir. Əvvəlki impulsu nə qədər olacaq? Əvvəlki impulsu. Əlbəttə, bax, P deyək, əvvəlki impulsu. Yəni, parçalanmamışdan əvvəl. Kütləsi 2M-li sürətdə V-də olacaq. 2M V olacaq. M-i də böyük yazaq. 2M V olacaq. Oldu mu? İndi parçalandı. Bu, biz bilirik ki, bu sağa doğru hərəkət edəcək. Amma bu hara doğru hərəkət edəcək? Sola doğru hərəkət edəcək. Əvvəlki istiqamətinin əksinə deyil. Kütləsini M olduğunu bilirəm. Bəs deyil, ikinci pillə ayrılır və yerə nəzərən V sürəti ilə sağa doğru hərəkət edir. Yəni, əvvəlki hərəkətin əksinə hərəkət edir. Bu MV-dir, amma X oxunun əksinə olduğuna görə mənfi olacaq. Bəs bu istiqamət neyini? Kütləsini M olduğunu bilirəm. Hara doğru hərəkət edəcək? Sola doğru hərəkət edəcək. Daha doğrusu sağa doğru. Birinci sola doğru, ikinci nədir? Daha doğrusu ikinci sola doğru, birinci ara doğru, sağa doğru. Sürətini mən bilmirəm. V1 deyək bunu. İndi bax, biraz öncə nə dedik? İmpulsun saxlama qanunu ödənilməlidir. P sabit olmalıdır. Onda əvvəlki impulsu, sonraki impulsa nədir? Vektorial cəm şəklinə bərabər. MV bərabərdir. Nə deyəcəm burada? Biri neçə MV-dir? 1 MV-dir. Mən yazıram. M V1 plus mənfi M V olacaq. Baxırıq. Bura M-ləri ixtisar edə bilərikmi? Əlbəttə bilərik. V1 minus V bərabərdir
2V olacaq. Onda V1 nəyə bərabər olacaq? Əlbəttə 3V-yə bərabər olacaq. Demək, 3V sürəti ilə hərəkət edilmiş. Doğru cavab hansı variant oldu? Y variantı olur. Növbəti test 39-cu testdir. Kütləsi 3 kiloqram olan cisim 20 metr hündürlükdən sərbəst düşür. Yerlə elastiki zərbə zamanı cismə təsir edən qüvvənin qiymətini hesablayın. Bir şeyə diqqət edək. Yerlə necə toqquşur deyir? Elastiki toqquşur. Delta P bərabərdir. F vurulsun delta T'dir. Burada F əvəzləyici qüvvədir bilirik də. Ancaq ağırlıq qüvvəsi təsir elədiyindən əvəzləyici qüvvə ilə mc-yə bərabərdir. Buradan da delta P bərabər nə deyə bilərək? M-i yazmağa ehtiyac varmı? M-i yazmağa ehtiyac. Zaten F soruşduğuna görə elə delta P bərabərdir. F vurulsun delta T deyə bilərik. Buradan da F-i tapsa delta P bölünsün delta T olacaq. Delta P-ni özü veribmi? Elastiki zərbə zamanı nəyə bərabər demişdik? 2P-yə bərabərdir. Bəs delta T-ni də buradan yazır. Amma burada P-ni tapa. P bərabər mc kökdə nə idi? 2gh idi da. M kökdə 2gh. Baxırıq. M kökdə 2gh. Buradan P-ni tapsaq. M nə qədərdir? 3. Kökdə 2 vurulsun. 10 vurulsun neçə? 20. Bura bizə neçə verəcək? Əlbəttə. Kökdən çıxacaq 400. Ondan da 20 çıxır. Bizə nə verdi? 60. 60. Bunda biz nə yaza bilərik? 2 vurulsun 60 bölünsün. Delta T'də nədir? 0.3-dür. Yəni 120 bölünsün 10.3. 120-ni 10.3-ə bölsəm 400 eləyəcək. 400 kiloqram 400 Newton deyək. Bizdən qüvvəni soruşur. Konservativ olmayan qüvvə hansıdır? Konservativ qüvvələr bilirik, gördüyü iş trayektoriyanın formasının asılı olmayan qüvvələrdir. Konservativ olmayan qüvvə ancaq sürtünmə qüvvəsi. Ağırlıqla elastiki konservativ qüvvələr doğru cavab hansı variant oldu? Yalnız 2, doğru cavab B variant. 40. 40-a baxdıq əslində. Növbəti testimiz 41-ci testdir. Heç bir qüvvə təsir etməyən cismin impulsunun proyeksiyası zamandan asılı qrafiki hansıdır? Heç bir qüvvə təsir etmirsə cisim bərabər sürətlə hərəkət edəcək və impulsu sabit olacaq. Doğru cavab hansı variant oldu? E variantı. Şaquli istiqamətdə yuxarı cisim atılır. Onun impulsunun proyeksiyasının zaman qrafiki hansıdır? Yəni ki, Y-in T-dən asılını soruşur bizdən. Yuxarı yeyinləşən, daha doğrusu yavaşlayan hərəkət edir. Y-oxunun əksi istiqamətində əvvəlcə yuxarı Y-oxu istiqamətində yavaşlayan, sonra Y-oxunun əksinə yeyinləşəndir. Düşünürəm ki, bu da hansı variant olacaq? 4 olan variant. Doğru cavab 4 olur. Niyə? Çünki T qalxma müddətinə qədər, bura T qalxma deyək, qalxma müddətinə qədər, yəni maksimal qalxma hündürlüyünə qədər Y-oxunun əksinə, Y-ox istiqaməti yavaşlayandır. Daha sonra isə nədir? Bu hissədə isə Y-oxunun əksinə yeyinləşən hərəkət edəcək burada. Növbəti testimiz 43-cü testdir. Deyir ki, impulsu P olan mərmi 10 nöqtəsində 2 qəlpəyə parçalanır. Qəlpələrin impulsları hansı 2 vektor ola bilər? Buradan bir şeyə diqqət eləmək lazımdır ki, əgər bizə deyirsə ki, qəlpələrin son impulsları, yəni qəlpələr hansı istiqamətdə ola bilər? Əvvəlki impuls, bax, P əvvəlki impulsla P son impuls bir-birinə bərabər olmalı. Çünki impulsun saxlama qanunu qəlpə məsələlərinə həmişə ödənir. Əvvəlki impuls 1 bölgü sağa doğrudur. Deməli, son impulsa 1 bölgü hara doğru olmalıdır? Sağa doğru olmalıdır. 1 bölgü sağa doğru olmalı. Bəs 2 qəlpənin yekun impulsu bizə deyirsə ki, yekun impuls hara doğru yönəlməlidir? Yəni, vektorial cəm hara doğru yönəlməlidir? Sağa doğru yönəlməlidir. Baxaq görə hansı 2 vektorun, 2 qəlpənin vektorial cəmi sağa doğru yönəlir? Məsələn, yoxlayaq nə ilə? P4 ilə P1-i yoxlayaq. Variant gedək. P1, P3.
P1 yuxarıdır. Deməli, P1 yuxarıdır. P3 hara doğrudur? Bax, elə gəlin biz burada göstərək. P1 yuxarıdır. P3 hara doğrudur? Bir bölgü diagonal boyunca aşağı. Bax, 2, bax, bura P3 dedik də. Burada nədir? P1'dir. İkisinin cəmi hara doğrudur? Sağ bir bölgü sağ nədir? Sağa doğrudur. Deməli, elə cavab nədir? A variantıdır. Yəni, digər variantları da yoxlayaq. Məsələn, deyək ki, nə? Digər variant. B variantı. P1 yuxarıdır bir bölgü. P4 hara doğrudur? Aşağı doğrudur. Bax, gətirib ucuna yerləşdir. Bax, sola doğru nə olacaq? Bir bölgü olacaq. Yəni, əvvəlki impulsun əksini verdi. Olmaz. Gəldik. Sonra P2, P3'ü, P4'ü götürək. P2 sağa doğrudur. P4 hara doğrudur? Aşağı doğru. Gəl, belə birləşdirsək bunun üzərinə P4 olacaq. Yekun vektor hara doğrudur? Aşağı doğru. Yəni, olmaz. Eyni şeyləri digərləri üçün də deyə bilər. Amma doğru cavab hansı variantdır? A var. Yenə yoxlayaq. P1 yuxarıdır. P3'ü gətirib ucuna yerləşdirdim. Vektor əlcəmdə birlikdə vektorla ucuca yerləşdirmək lazımdır. P2'dir. Onda yekun hara doğrudur? Bu ikisinin birincinin başlanğıcından ikincinin sonuna doğru və sağa doğru bir bölgü. Bizə də sağa doğru bir bölgü olan variant lazımdır. Yəni, iki vektorun cəmi sağa doğru bir bölgü olmalı. O da nədir? P1 ilə P3 olacaq. Növbəti testimiz 44-cü testdir. Verilmiş cismin impulsunun modulunun onun kinetik enerjisindən asılılıq qrafiki hansıdır? Biz bilirik də, verilmiş cisim söhbəti varsa, deməli, həmin cismin kütləsi nə olmalıdır? Sabit olmalıdır. Yəni, M bərabər nə deyirik? Konstant. Onda bizim kütlə ilə impulsdan olan düsturumuz necə idi? Kinetik enerjinin. P kvadrat bölünsün 2M'dir. Buradan da P'ni tapsaq, kökdə 2M, Y kinetik olacaq. Baxırıq, nə sabitdir? M sabitdir. Kinetik enerji ilə necə asıldır? Kök 6 düz asıldır. Doğru cavab hansı variant oldu? 5 olan variant. C variantı. 45. Deyir ki, verilmiş kütlə sürətlə, deməli, V bərabərdir konstant deyirik. Sürətimiz sabitdir. Cismin kinetik enerjisi onun kütləsindən asılılıq qrafiki hansıdır? Kinetik enerjinin kütlə və sürətdən asılılıq düsturu mv kvadrat bölünsün 2'dir. Sürət sabitdir. Kütlə ilə necə asılıdır? Əlbəttə, sürət sabitdirsə, kütlə ilə necə asılı olacaq? Kütlə ilə düz mütənasib asılı olacaq. Düz mütənasib asılı hardadır? 3-cü qrafikdə. Doğru cavab elə 3 olan variant B variantı olacaq. Verilmiş impulsla. İmpuls nədir? Qiymət və istiqamətcə sabitdir. Kinetik enerji impulsu və kütlədən asılılıq düsturunu yazaq. P kvadrat bölünsün 2M olacaq. Burada da P sabitdir. M ilə necə asılıdır? Tərs mütənasib asılı olacaq. O da hansı variant uyğun gəldi? 1 olan qrafika A variantı olur. Sərbəst düşən cismin tam mexaniki enerjisini onun ani sürətindən asılılıq qrafiki hansıdır? Biz bilirik də, şaquli hərəkətdə cismin tam mexaniki enerjisi onun sürətindən asılı deyil. Doğru cavab hansı variantdır? D variantı olacaq. Ağırlıq qüvvəsinin təsiri altında baş verən hərəkətdə cismin kinetik enerjisinin zamandan asılılıq qrafiki verilmişdir. Bu qrafik hansı hərəkətə uyğundur? Bu qrafik əlbəttə ki, son sürət. Bax, bu nöqtədə sürətimiz sıfıra bərabər olmadığından, biz şaquli yuxarı atılmış cismin hərəkət deyə bilmirik. Bax, müəyyən hündürlükdən sərbəst düşür. Xeyr, 2 hərəkət var, sərbəst düşmədə 1 hərəkət. Müəyyən hündürlükdən aşağı atılmışdır. Xeyr. Müəyyən hündürlükdən şaquli yuxarı atılmışdır. Xeyr. Yerən səthdən şaquli yuxarı atılmışdır. Xeyr. Üfüqlə nəzərən bucaq altında atılmışdır. Bəli, doğru cavab hansı variant olacaq? Elə E variantı olacaq. Növbəti testimiz neçənci testdir? Baxaq görək. 49-cu test. Artıq biz 49-cu testə çatmışıq. Hərəkətə baxırıq. Deməli, F-in X-dən asılılıq qrafiki verilir. Qrafikimiz F-in X-dən asılılıq grafikində qrafikin altına yaranan fiqurun sahəsi bizə görülən işi verəcək. Nəyi verdi? F-in X-dən asılılıq grafikində qrafikin altına yaranan fiqurun sahəsi görülən iş verəcək. Gəlin, bu fiqurun sahəsini tapaq. Bax, buranın sahəsini mən tapacağım. Mən buranın sahəsini tapsam,
A bərabərdir, nə olacaq? Mənfi f vurulsun x olacaq. Bax, gördünüz, mənfidir, f vurulsun x-dir. Bizdən də bilirik ki, kinetik enerji haqqında teoremə görə kinetik enerjinin dəyişməsi görülən işə bərabərdir. Onda delta y kinetik bərabər nə deyəcəm? Mənfi f vurulsun x. X-lə necə asıldır? X-lə əlbəttə düz mütənsib asılıdır. X-lə işim yoxdur. Bax, X-lə necə asılı oldu? Düz mütənsib. Amma qarşıdakı mənfiyə görə, bax, bu qarşıdakı mənfiyə görə biz nə deyəcəyik? Kinetik enerjisi azalır deyəcəkdir. Çünki dəyişməsi nədir? Mənfi verəcək. Deməli, xəttdə asıldır və azalan asıldır. O da, baxaq görək, var mı elə bir variant? Bəli, doğru cavab hansı variant olacaq? B variantı olur. Gəldik. Deyir, düz xəttli hərəkətdə cismə təsir edən qüvvənin əvəzləyicisinin koordinatdan asılı qrafiki verilmişdir. Cismin kinetik enerjisinin koordinatdan asılı qrafiki hansıdır? Biraz öncə dediyimiz məsələ. Baxın, yenə qrafikin altına yana fiqurun sahəsini tapmalı lazım. Bu sahə bizə nə verdi? F vurulsun x bölünsün 2 verdi. Yazıram. Deməli, A bərabərdir. F vurulsun 2, x bölünsün nədir? 2-dir. Kinetik enerjidə delta y kinetik bərabər idi. Nə yazmışdı? A-ya bərabərdir. O da nədir? F vurulsun x bölünsün 2-dir. Baxıram. Y kinetikin x-lə necə asıldır? Xətt asıldır. Amma əlbəttə ki, müsbət olduğundan sahə bizə nə verəcək? Xətti və müsbət o da hansı variantdadır? C variantında olacaq. Doğru cavab 50-də C variantı olur. Bir şey diqqət edək burada. X-dən asıllıdır. Bəli. Əslində, burada bir şey diqqət edək. Burada kinetik enerji X-lə düz asıldır. Amma başqa, səhv eləmirəmsə, arxada, yəni etalonda burada D variantı verilir. Ötən səfər uşaqlarla mövzunu müzakirə edəndə D variantı olduğunu gördük. Amma burada niyə D variantı olsun? Burada elastiki yay demir ki, lap F-in yerinə Kx qoyduq. O cavab belə olacaq. Delta y kinetik bərabərdir. Kx kvadrat bölünsün 2. Yəni, elə bir söz də demir. Sadəcə deyir ki, qüvvənin əvəzləyicisinin koordinatdan asılı qrafiki verilmişdir. Cismin kinetik enerjisinin koordinatdan asılı qrafiki hansıdır? Yəni, o demədiyinə görə düşünürəm ki, burada D variantı. Amma desəydi əgər, y kinetik bərabərdir. Kx kvadrat bölünsün 2 düsturuna görə, kvadratik götürə bilər. Doğru cavab hansı variant? D ola bilərdi. Amma hal-hazırki şərtə görə C variantı demək olar. Deməli, əziz izləyicilər, 50-ci testin də izahının sonuna çatdıq. Növbəti video izahımız digər 50-dən 100-ə qədər olan hissəsi olacaq. Yəni 51-dən 100-ə qədər olan hissəsi olacaq. Həmin video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.